Bir daha salam əziz dostlar. Bəzi yoldaşlar soruşur niyə tutsam bu karasları. Bax özüm düzəltdiyim yemliyi dostlar. Deməli qarğıdal yarmasıdır. Undur. Bir stəkan qarğıdal yarmasına bir stəkan undur. Yəni 2 stəkan istəsən 2 stəkan un dökə bilərsən. Sarı kökdür. Bir də duzdur. Bir qaşıq duz tökürsən, çay qaşığı. Şirin suda tuttuğuna göre balığa ləzzət edir. Bir də sarı kök əlavə edib yoğurursan, yoğurduqdan sonra da salafan kulokun içine qoyub qaynar suyun içində 5 dəqiqə pişirirsən. Ondan sonra hazırdır. O nəyə görə pişirirsən? Purcunda çox qalsın ona görə. Tuttuğum balıqlarda deyə bunlar dostlar. Qəşəng karaslar tutmuşum. Bir yanda boğuladır. Herkese kısmet. Yoxlayın. Görəcəksiniz effektin.